Biz xanımların ən çox sevdiyi maşın aksesuarlarından biri də eləməz maşın ətirləndiriciləridir. Deyəsən, bu ətirləndiricinin qoxusu çox kəskin oldu. Bəli, bəzi hallarda maşın ətirləndiriciləri alarkən ehtiyatlı olmaq lazımdır. Çoxumuzun aksesuar hesab etdiyimiz bu ətirlər avtomobili xoş qoxu ilə təmin edir. Salonu təravətli saxlayır, satışda isə fərqli çeşidləri müxtəlif qiymətlərlə təklif olunur. Avtomobil üçün satışda olan ətirlər sırasında belə xüsusi ətirləndiricilər mövcuddur ki, bu maşının oturacağının alt hissəsinə yerləşdirilir və qoxusu çox kəskindir, körpələr olan avtomobilə tövsiyə olunmur. Mütəxəssislər deyirlər ki, ən çox tələbat hazırda sprey ətirlərədir. Həmçinin gel teksturalı asılqan və yağ bazalı ətirlər də mövcuddur. Orqanik məhsullar isə ən çox satılanlar siyahısındadır. Orqanik ətirlər ona görə təmizdir ki, ağac götürlərindən hazırlanır, yəni ağaclardan hazırlanır, təbii ağaclardan hazırlanır və əlavə tərkib vurulmur içərisinə. Avtomobildə körpə uşaq varsa, 3 yaşına qədər, 5 yaşına qədər uşaqlar varsa, ümumiyyətlə ətir istifadə etmək düz deyil. Avtomobildə körpə olarsa, mütəxəssislər fərqli alternativlərdən istifadə etməyi məsləhət görürlər. Avtomobillər üçün hava nəmləndiricisidir ki, bu hissəsinə su əlavə olunur və istəyə uyğun efir yağı da əlavə etmək mümkündür. Avtomobil ətirləri bir çox hallarda tərkibində sintetik və kimyəvi maddələr olduğundan allergik reaksiyalara səbəb olur. Ətirlər tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən ftalatlar, müxtəlif sintetik, aromatik yağlar, o da öz növbəsində insanlara çox ciddi toksik və allergik təsir göstərir. Məhmərək tipli allergik reaksiyalarda və tənginəfəslik, hətta boğulma, deməli nəfəsin darlığı və s. Əgər siz maşında həmin ətri istifadə edirsiniz, belə havalandırma rejimi seçin ki, çöldən təmiz hava gəlsin, eyni zamanda pəncərələri açıb oranın havalandırmanı təmin etmək lazımdır. Həmçinin kəskin boğulmalar olarsa, təcili şəkildə xəstəxanaya müraciət etmək tövsiyə olunur. Həssas insanlar isə nəqliyyat vasitəsində ətirlərə alternativ olaraq efir yağlarından və ya kofe dənələrindən istifadə edə bilər. Nigar Babayeva, Cavid Şərifov, Telesəhər.